الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيبنا وحبيب إله العالمين أبي القاسم محمد واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي صدق الله العلي العظيم. أما بعد يا عباد الله أوصيكم ونفسي بتقوى الله واتباع أمره ونهيه. Hoş gördük aziz değerli Müslüman, mümin, bacı ve kardeşlerimiz. Bugün cümedir, cümemiz mübarek olsun inşallah. Cümede cəm olduğumuz kimi Allah Teala bizleri öz evinde, öz cennetinde cəm eləsin. Her zaman olduğu kimi ilk önce özümü ve sonra sizleri ilahi təqvaya riayet eləməyə dəvət eləyirəm. Allah'ın emrinde möhkəm olaq, Allah'ın halalın halal, haramın özümüz üçün və gələcək nəslimiz üçün əbədi haram bilək. Artıq qarşımızda növbəti cümləyə qədər, gələn cümləyə qədər iki əlamətdar günləri sizlərlə bölüşmək istəyirəm. Birincisi, hər kəsə bəllidir, 15 iyun Milli Qurtuluş Günü xalqın dirçəliş və mənəvi oyanış səhifəsidir. İkincisi, dünən də biz Qafqaz Müsəlmanları İdarəsində iclas keçirildi. Şamaxı Astrofizika Rəsədxanasının verdiyi qərar 16 iyun Məhərrəmlik ayının birinə təsadüf edir. Aşura da inşallah 25 iyun olacaq Allah'ın izni ilə. Və indidən də mən məlumatı xatırladım ki, hər il olduğu kimi bu ildə Cümə məscidi olaraq Şam namazından sonra Məhərrəmlik, əzadarlıq günləri keçiriləcək. Həmənki qaydada keçən il necə davam etmişdi, bu ildə inşallah hər kəs dəvətlidir. 16 iyun Şam namazından sonra. Məhərrəmlik bizim xalqımızın qan yaddaşına yazılıb və Məhərrəmlik bugünə qədər qorunub, saxlanılır və inşallah ümid edirəm qiyamətə qədər də Məhərrəmlik davam edəcək. Çünki Məhərrəmlik deyəndə Məhərrəmlik sadəcə bir Kərbəla hadisəsi deyil, bir tarixi hadisə deyil. Kərbəla məktəbdir, Kərbəla qeyrətdir, Kərbəla vəfadır, Kərbəla dostluqdur, Kərbəla səmimiyyətdir. Tək göz yaşı tökməklə Məhərrəmliyi xatırlatmaq mümkün deyil. Kərbəlanın həqiqətlərini, fəlsəfəsini bugün gənclər anlamalıdır. Kərbəla 14 əsr bundan öncə verdiyi mesajlar, bugün biz o mesajlardan necə dərs almalıyıq. Şükürlər olsun Allah'a ki, Azərbaycan xalqı xalq olaraq Məhərrəmliyə çox böyük sayğı göstərir. Məzhəbindən asılı olmayaraq, sünnisi də, şiə qardaşlarımız, sünni qardaşlarımız da hamısı Məhərrəmlik mərasimlərində
bir yerə toplaşır və İmam Hüseyn əleyhissalama əza saxlamaqlıqla Azərbaycan şəhidlərini yad edirlər. Mən bu iki əlamətdar növbəti cümləyə qədər qeyd etdim. Ona görə ki, həm milli qurtuluş və məhərrəmlik ikisi də mənəviyyata xidmət eləyir. Xalqın, millətin xilaskar yoludur bu yol. Həm 15 iyun milli qurtuluş, həm də məhərrəmlik xalqın mənəvi qurtuluşudur. Tənəzzüldən tərəqqiyə gedən bir yoldur. İnkişaf yoludur. Allah Teala Quran-ı Kərimdə Ər-Rə'd surəsinin 11-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. İnnəllâhe la yughayyiru ma biqavmin hatta yughayyiru ma bi anfusihim. Belə bir ayə keçir. Mən istəyirəm onu müasir zamanla uzlaşdıram. Allah Teala buyurur Ər-Rə'd surəsində 11-ci ayədə həqiqətən Allah bir qövmün, bir dəstənin halını onlar özlərində olanı dəyişməyincə Allah dəyişməz. Bu həm bizim məhərrəmliyimizə, həm də milli qurtuluşumuza aiddir. İnsan özün dəyişməsə, özündə mənəviyyatda bir mənəvi dönüş, inqilab yaratmasa, Allah onu dəyişməyəcək. Yəni bu ayə bizə anladır ki, bizə deyir ki, insan öz həyatında dəyişiklik görmək istəyirsə, əvvəlcə öz daxilində dəyişkənlik aparmalıdır. Mən bir insana həqiqətdən danışıramsa, düzlükdən danışıramsa, ata obrazı olaraq və yaxud bir xanım olaraq evdə övladına yalan danışırsa, deyir ki, nə istəyirsən ged et, anan və ya atan sənin arxasında dayanıb. Belə olan təqdirdə o cəmiyyətdə böyük fəsadlara gətirib çıxardır. Evdə ailə düz olmalıdır. Ailənin geyimi, danışığı, davranışı, hərəkəti uşaqlara böyük təsir eləyir. Mənfi və ya müsbət mənada. Mən bir dəfə insanşünaslığı varaqlayırdım, insanşünaslıq. Mənim son kitabımda elə bu kitabla bağlıdır. İnsan təhlili bitməyən varlıq. Belə bir kitab yazdım bir neçə il bundan öncə. Çünki məni vadar elədi. Oxucular da tərəfindən yaxşı qarşılandı. Mən bir insanşünaslıq haqqında araşdırırdım. Deməli, evdə uşaq ana bətnindədirsə, hələ dünyaya gəlməyib, ana rəqsə meyillidirsə, ana yalana meyillidirsə, ana cinayətə meyillidirsə, bətində olan uşaq da gələcəkdə həmən o formatda çıxış eləyəcək. Görmüsünüz, bir körpə dünyaya gələndə ana isti su içir, övladına süd verir, uşağın ağzı yanır. Ana soyuq su içir, körpə dünyaya gəlir. Ana ona süd verəndə uşağın qarnında, daxilində, orqanlarında pozulur sistem, mədə-bağırsaq sistemi. Ona görə əxlaqşünaslar, alimlər deyir ki, uşaq ananın bətninə düşəndə hətta hansı meyvəni yemək tövsiyə olunur. Alma yesən uşaq necə olacaq? Armud yesən, nar yesən necə olacaq? Və ya Quran-ı Kərimin hansı surələrini oxusan necə olacaq? Bax, bu patologiyadır. Bax, bu həqiqətdir. Mən bunun dərinliyinə girmək istəmirəm. Bu ayrı bir dənə mövzudur. Ananın yediyi qida, atanın gətirdiyi qida halal.
o uşağa təsir eləyəcək. O uşaq gələcəyinə o atanın halal malı ilə, halal pulu ilə, ananın nütfəsi ilə, atanın nütfəsi ilə və uşaq gələcəkdə ya böyük bir şəxsiyyət olacaq, ya da qan tökən olacaq. Vasitədir kuzə misalı ana, nütfə üçün paki gərək saxlana. O nütfə ki var, çox önəmli məsələdir. Bir nəfər bir neçə il bundan öncə dindən çıxdı. Hətta bəzi məqamlarda barışmadı müəyyən şeylərlə və mən çox narahat oldum. Dedim, axı sən dindən çıxırsan, bu yaxşı şey deyil. Zəng elədim, istədim ki, o insanla münasibətlərimi qurum və din bilgilərimi bildiyim qədər anladım. Nəsə, qəbul etmədi. Ayrı bir din seçdi özü üçün. Sonradan mənə bir adam, yaxın adam dedi ki, dedi, narahat olma, kökdə problem var. Vasitədir kuzə misalı ana, nütfə üçün paki gərək saxlana, verməsə övlada ana tərbiyyət, daim qalar onda heyvaniyyət. Yəni bu genetika öz sözünü deyir. Buna görə insan özün dəyişməlidir. İnsan düz olmalıdır ki, sənin ətrafında düz dostlar olsun. Cinayətkarın, zalimin, ev yıxanın, adam öldürənin, qatilin yanında ağıllı adamlar olsa ona təsir eləyəcək ki, bu yol doğru yol deyil. Ağıllı adamlar olacaq, deyəcək ki, bax, danışdığın yalan doğru deyil, etdiyin hərəkətlər doğru deyil, qazanc əldə edirsən, bu doğru deyil və yaxud düzgündür, düzgün deyil. Bütün bu yolu insanın ağıllı bir ətrafında adam olmalıdır. Yoxsa mən də deyim ki, qardaş, nə istəyirsən elə, sabah qiyamətdə mən də buna cavab verəcəm. İnsan dəyişilməlidir. Allah Teala insana iradə, ağıl və seçim verib. Elə deyil. Ağıl verib, iradə verib, seçim verib. İnsan özü hərəkət etdikcə Allah da ona kömək eləyəcək. İndi mən istəyirəm alim olum, elmlər doktor olum, professor olum, oturum yatım, gecə gündüz yeyim, deyim, hə, a elm, gəl gir beynimə. İstəyirəm mən cərrah olum, həkim olum, mühəndis olum, texnoloq olum və yaxud süni intellekt səviyyəsində müasir elmlərə fizik olum. İndi deyim ki, o elm gəlsin, girsin beynimə. Girər, girməz. Zəhmət çəkməlisən. O zəhmətlər gecə gündüz gözünü kör eləməlisən. Oxumalısan ki, nailiyyətlər əldə eləyəsən. Müəyyən bədənvin, müəyyən cismivi qurban verməlisən o elmin yolunda. Mümkün deyil, bir insan şəxsiyyət olur, boş yerə gəlsin olsun. Onun bir hərəkəti olmasa Allah ona bərəkət verməyəcək. Çörək də belədir. Adamlar var, görsən gəlir, deyir ki, fəhləlik işdir. Mən gedim, xeyr, işlə, zəhmət çək, görəcəksən orada bərəkət var. Sənin o alın təri ilə, əlvin qabarı ilə qazandığın pullar bir zaman sənin faydava çatacaq. Deyəcəksən ki, nə yaxşı gəlir, mən alım tərimlə pul qazanırmışam. Da haram yolla yox, cinayət yolu ilə yox, oğurluq yolu ilə yox. Və bunu mən deyirəm, təhlil edin özünüzdən. İnsan dəyişməlidir. Fərd olaraq dəyişməlidir, cəmiyyət olaraq dəyişməlidir. İndi burada müəyyən adamlar var. Mən bunu sizlərlə, hansı o adamlar ki, Soveti görüblər. Hansı ki, o adamlar çətinliyi görüblər. İndi burada gənclərimiz var, onlar 18 yaşdadılar, 19 yaşdadılar, 20 yaşdadılar, çox şeyləri görməyiblər. Amma burada mənim qardaşlar var ki, sağ solumda, onlar kifayət qədər yaş görüblər. Həyatları var, təcrübələri var. Azərbaycan müstəqillik qazanandan sonra, suverenlik qazanandan sonra, əldə edəndən sonra
işğal olunmuş ərazilərimiz, Qarabağımız nə qədər Avropadan, ATƏT-dən, dünyanın müxtəlif ölkələrindən gəldilər diplomatlar, siyasətçilər gəldilər, güya Qarabağı bizə qaytaracaqlar. O gəldi, yedi, kefin etdi, getdi, pulun aldı, getdi. Amma Azərbaycan gəldi, o həddə çatdı ki, Ali Baş Komandan siyasəti, uğuru və şəhidlər, bax siz burada oturmuşsa, bizim içərimizdə elə uşaqlar var, onda şəhadət şərbətini içiblər, Qarabağda can qoyublar, şəhadət şərbətini içiblər. Onlar gəliblər bugün bizə alnımızda olan ləkələri təmizləyiblər. 30 il başımıza gətirilən oyunlar. Mənə bir nəfər Qarabağlı dedi, mən getdim atamın qəbrini tapdım, qazdım, gördüm onun qəbrini də, sümüklərini də çıxardıblar. Daşlarını da satıblar. Dədə babamın evini viran ediblər. Daşı daş üstə qoymublar belə. Düşmənin məkir hiləsi, siyasəti bu idi ki, torpaqlara sahib olsun və dünyaya bəyan eləsin ki, torpaqlar bizimdir. Amma nə oldu? 30 ildən sonra insanlar yetişdilər. Getdilər. Allahu Əkbər deyərək, silaha sarılaraq, onlar şəhadət şərbətini içdi. Biz onları unutmamalıyıq. Müstəqillik boş yerə verilmir. Azadlıq boş yerə verilmir. Və bugün biz zamanında o ölkələrə gedirdik ki, hansı ki o ölkələr orada istirahət mərkəzləri var idi. İndi talan olunub, məhv olunub. Böyük bir ölkələr məhv olub. Uşaqlar orada qırılır. Bombalar tökülür, mərmilər tökülür insanların başına. Və bugün bir cümə məscidində, hələ mən misal olaraq deyirəm, bu kiçik bir ərazidə rahat oturmuşuqsa, biz borcluyuq. Şəhidlərin qanına borcluyuq. Əldən verdiyimiz qardaşlara borcluyuq. Onlar ki, bizim xeyir-duamızla Quran-ı Kərimin altından keçib şəhadət şərbətini içdilər. Mən neçə dənə şəhid hələ dünyasını dəyişməmişdi, onları Quranın altından yola saldım və deyirdim ki, bunlar necə oğullardır ki, gedib vuruşacaqlar, qorxmadan vuruşdular. Hətta qazilərimiz də var burada bizim indi. Ne üçün bunları mən deyirəm? O milli qurtuluş deyəndə səfalətdən qutardıq, qınaqdan qutardıq. Şəxsən mən İraq ölkəsində olanda o zaman mənə dedilər, hardansan, deyirdim Azərbaycanlıyam. Deyirdi ki, gülə-gülə, ironiya ilə, ermənilərə sizin gücü çatmır. İnsan xəcalət çəkirdi. İndi alnaçıq get dünyanın hər yerinə, Azərbaycanlı deyəndə fəxrlə Azərbaycanlıyam deyirsən. Bunlar hamısı qanların bərəkətindəndir, şəhadət şərbətinin bərəkətindəndir. Və bugün Məhərrəmlik adı gələndə, Məhərrəmlik bizim qurtuluşumuzdur. 15 iyun qurtuluş günü bizim qurtuluşumuzdur. İllərlə Məhərrəmliyə, nədir bu Məhərrəmlik? Ağlayırlar. Bizə gülürdülər müəyyən cahil insan, bir təbəqə cahil insanlar. Məhərrəmlik gəldi, başlayırsa ağlamağa. Xeyr. Bəzi insanlar deyir ki, şəhid Allahın huzurundadır, şəhidi ağlamazlar. Mən bunları niyə deyirəm silsilə şəkildə? Biz inşallah Məhərrəmlik günü ayın 16-sından başlayacağıq. Aşura və Aşuradan da sonra biz bunları təhlil eləyəcəyik. Bəzilərdə kişi ağlamaz. Bunu da biz illərlə eşitdik. Mən buradan yenə də deyirəm və yenə də mənim çağırışlarım belə olub. Kişi ağlamaz deyənlər artıq bugün susurlar. Görürlər ki, onlar səhv eləyiblər, yolları səhvdir.
Necə kişi ağlamaz? Həzrəti Yaqub kişi deyildi məgər? Peyğəmbər idi, kişi idi. Bilirdi ki, oğlu Yusif Peyğəmbər idi, bilirdi oğlum itməyib. Mənim övladlarım mənə yalancı xəbərlər gətirirlər. Köynəyin qurdun qanına batırıb gətiriblər. Amma Peyğəmbər bilirdi ki, mənim oğlum ölməyib, o qayıdacaq. Amma Quran buyurur: وَبْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ وَهُوَ كَذِمْ. Yaqub Peyğəmbər oğlu Yusifin dərdindən o qədər ağladı ki, gözlərinin qarası üzünə çəkildi. Necə yəni kişi ağlamaz? Bunu ispat eləmək lazımdır. Hüseynə ağlayarlar, şəhidə ağlayarlar. Öz doğma balasını fəryad edib qəbrə qoyan anaları gördüm. Çünki sənin canparən deyil, sənin içindən gəlmir bu səslər. Bu matəm bizə ağlamaqlıqla yanaşı, kişilik məktəbin, vəfa məktəbin, qeyrət məktəbin, şücaət məktəbin, insanlıq məktəbini öyrədir. İmam Hüseyin əleyhissalam 14 əsr bundan öncə Kərbalada sübut etdi ki, az çoxa qələbə çala bilir, qan qılınca qələbə çala bilir. Bunu bilin, bax bu gün də bilin. Erməni cinayətkarların, revanşistlərin arxasında dünya dayanmışdı. Dünya dayanmışdı ermənilərin arxasında, lobbilər. Amma Azərbaycan qalib gəldi. Niyə? Çünki fədakarlıq var idi, məktəb var idi, kök və bünövrə var idi. O gedir və anası deyir ki, oğul qayıtsan südümü sənə haram edəcəm. Mən eşitmişəm bu sözləri. Hətta bunu mən sizə keçən ildə dedim, şəhid anasının dilindən. Mənə dedi, icazə ver mənə, oğlumu ziyarət edeyim. Mən dedim, ana, mümkünsə biraz səbirli ol. Bax, burada Hacı Rasim qardaşımız oturub, bacısı, oğlu Seyyid şəhadət şərbətini içib. Yüzlərlə burada insanları mən adını çəkə bilərəm. Yəni, yadıma düşdü dedim. Bax, kövrəlir, mən onu deyədik, kövrəlir. Niyə? Çünki o bir seyyid, bir oğul, bir Azərbaycan vətəndaşı yetişdirdi, getdi şəhadət şərbətini içdi. Ana dedi mənə ki, mənə icazə ver, mən oğlumu ziyarət edim. Dedim, ana, şəhiddir, şəhadət şərbətini içib. Dedi, yox, narahat olma, sən elə düşünərsən ki, mən nəsə bir haykü eləyərəm. Yox, inanın, mənim gözümün önündə olan bir şeydir. Ana gəldi, oğlun kəfənin qaldırdı, üzün qaldırdı və üzün yanaqlarının ikisini də öpdü. Dedi, oğul, südüm sənə halal olsun. Bu Azərbaycan anasıdır, bu Azərbaycan xanımıdır. Oğlum, südüm sənə halal olsun. Və bir ana, ananın da şahid oldum. O eynən gəldi, oğlunun alnını öpdü. Dedi, oğul, əgər sən sağ qayıtsaydın, əgər biz qələbə çala bilməsəydik, onda mən düşünərdim ki, sən xəyanət eləmsən ölkəyə. Oğul, sənin şəhadətin məni qiyamət günündə xanım Fatimə Zəhra ilə bir yerdə eləyəcək. Bax, bu anaların naləsidir. Məhərrəmli gələndə mən bunları xatırladıram sizə. Ona görə, dostlar, qardaşlar, bilirəm kövrəldiniz. Mən bunu borcum idi deyəm. Bu bizim birliyimizdir, bu bizim qardaşlığımızdır. Azərbaycanı mən xalqın bilirsiniz necə görürəm. Azərbaycan xalqı zaman gələndə toparlana bilir, birləşə bilir, gücə çevrilə bilir, qüdrətə çevrilə bilir. Bu böyük neymətdir, bunu bilin. Bu İslamın, vətənpərvərliyin, insanlığın, səmimiyyətin və əhl-i beyti olan bağlılığın bir təzahürüdür. Baxın, görün, nə qədər qonaqlar, bizim dilimizi bəlkə də anlamırlar. Bax, əziz qonaqlarımız var, xaricdən gəlib, dilimizi bilmir. Amma gör necə müsəlmandırlar, necə mömindirlər, oturublar, bizə qulaq asırlar. وَاَعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Allahın qırılmaz ipindən yapışıb səpələnmin. Artıq bu dövr o dövr deyil. Mən şiyəyəm, sən sünnüsən. Allah rızası üçün yığışdırın bu şeyləri. Lütfən yığışdırın. Nə sünni, nə şiyə.
Bu insanın şuuraltısını pozan illərlə bu siyasət olub ki, bu şeylər Peyğəmbər mənbərindən deyirəm, yaramaz. Şiəsi də mənimdir, sünnisi də mənimdir. Namusu da mənimdir, torpağı da mənimdir. Biz birik. Bizi düşmən ayırır. Qardaşlıqdan, əqidədən bizi çaşdırmaq istəyir. Bir olacağıq, bərabər olacağıq. Dövlətimiz də o zaman dövlət olacaq ki, biz güclü olacağıq Allahın izni ilə. Başımızın üstündə, üzərində 3 rəngli bayraq bizi birləşdirir. Qardaşlaşdırır, səmimiyyətləşdirir. Dünyada müharibələr bilirsiniz necə gedir. Hamısı şərlər, fitnələr üzərində dövlətləri qırırlar. Maddiyyat üzərində qırırlar. Amma bəzi insanlar var ki, oturub rahat bir məkanda deyir ki, belə oldu, xeyr, günahdır, boş-boşuna danışmağın mənası yoxdur. Biz bu ölkənin oğlanlarıyıq. Ölümümüz də burada, şəhadətimiz də burada, yaşayışımız da burada, qurtuluşumuz da burada. Allah hər kəsdən razı olsun. Allah birlik və bərabərliyimizi qorusun. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Allah bu cavanlar, ağsaqqallar, qonaqlar, əzizlər, analar, bacılar uzaqdan, yaxından zəhmət çəkib gəliblər. Allah bu birliyimizi əlimizdən almasın. Allah qardaşlığımızı, dövlətimizi, dövlətçiliyimizi qorusun. Dünya müsəlmanların bir-birinə mehriban eləsin. Allah fitnəni, şərri bizim içimizdən götürsün. Qəlbimizi islah eləsin. Nəfsimizi paklaşdırsın. Günahlardan, çirkinliklərdən, mənəviyyətsizliklərdən bizi qorusun. Allah Muhammed Ali Muhammedin xatirinə gələn cümələrimizi də bu cümədən faydalı, xeyirli, bərəkətli eləsin. Bu cümə məscidində illərlə xidmət göstərən, maddi və mənəvi xidmətləri olan hər kəsdən Allah razı olsun. Və Allah Muhammed Ali Muhammedin xatirinə, bilirəm sizin dualarınız keçərlidir. Bugün Hacı Gülverdi qardaşım səhər çağı həm cümə təbrikindən sonra bir bacımızın, bir balamızın şəfasını el duası olaraq, düzdür, mən fərd olaraq dua etdim. Amma sizin də dualarınıza, amin deməklərinizə ehtiyacım var. Allah o qız balamıza acil şəfalar versin. Amin. Allah Muhammed Ali Muhammedə xatir bizim bacımız da hər zaman sizin dualarınızla elhamdülillah aminlərə qoşulur. Allah o bacıma da şəfa versin. Amin. Məndən bir ana xahiş eləyib, bir ana, övlad istəyim. Balasının övladının olması üçün. Mən bilirəm sizin nəfəsiniz çox bərəkətlidir və mən inanıram sizin içinizdə elə imanlı insanlar var ki, and olsun Allaha siz amin deyərsiniz, onların və sizin dualarınızın mütləq qəbul olunmasına inanıram. Allah tezliklə gələn il bu vaxtı o balamıza da tezliklə övlad nəsib eləsin. Amin. O ananın da sevinci, istəklərini burada biz sizlərə çatdıraq. Amin. Allah evlərimizdə xəstələrimiz var, onlara da acil şəfalar versin. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahu samad, lam yelid və lam yulad və lam yekun lahu kufuwan ahad. Birliyimiz, bərabərliyimiz, şəhidlərimizin, ölənlərimizin ruhlarının salavatına yad eləyək.